İnsan niyə əsəbləşəndə çox yeyir? İnsan əsəbləşən zaman bədəndə kortisol adlı stress hormonu artmağa başlayır. Bu hormondakı insanı təhlükəyə qarşı qorumaq üçün yemək istəyi formalaşdırır. Beynimiz əsəbləşən zaman özünə mükafat axtarmağa başlayır. Belə halda ən tez başa gələn və ən gözəl mükafat təbii ki, yeməkdir. Özəlliklə şirin, yağlı və duzlu yeməklər bu mükafatlar sırasında öndədir. Əsəbləşəndə isə əslində insan normal acmır. Bu emosional aclıq adlanır. Emosional aclıq zamanı isə əslində bədənimiz qidadan enerji tələb eləmir. Öz daxilində olan narahatlığı, boşluğu yemək ilə doldurmağa çalışır. Əsəbləşən zaman insan beynində xoşbəxtlik hormonu adlanan serotonin də aşağı düşməyə başlayır. Serotonin əslində insanı xoşbəxt eləyən və onu sakitləşdirən bir hormondur. Bu hormonun da aşağı düşməsi bədənimizdə karbohidrata qarşı meyillilik formalaşdırır. Xüsusilə makaron, şirniyyatlar və un məmulatları bu qidalar siyahısındadır. Belə bir halla qarşılaşmısınızsa, bir dolu stəkan su için. Çünki su beynin yemək istəyini aldadır, həm də ki insanı sakitləşdirir. Bununla bərabər fikrinizi yayındırmağa da çalışın. Məsələn, nəfəs məşqləri etmək, yaxud da ki, piyada gəzmək sizə yardımcı olacaq. Bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, bəyən düyməsinə basmağı və kanalımıza da abunə olmağı unutmayın.